Salam izləyicilər, bu videoda sizə Microsoft Excel proqramında ekranda gördüyünüz bu cədvəli işləməyə yolunu izah edəcəm. İlk növbədə Excel proqramına məxsus bir fayl yaradaq. Bunun üçün iş masasında mouse'un sağ düyməsini icra edirsiniz. New adlı əmrin üzərinə gəlib, rus dilində sazda da olacaq. Açılan alt menyuda Microsoft Excel Worksheet adlı sətr üzərində mouse'un sol düyməsini bir daha vururuq və nəticədə Excel proqramına məxsus bir fayl yaranır və işləyəcəyimiz çalışanın ismini yazaq bura. Dollara çevirmə və təsdiqləmək üçün mouse'un sol düyməsini boş hissədə bir daha vurmaq kifayətdir, ya da klaviaturadan enter düyməsini də sıxa bilərsiniz. Üzərində mouse'un sol düyməsini 2 daha vururuq və Excel proqramının məxsus faylı açmış oluruq. Excel proqramında yaradılmış fayla kitab deyəcəyik və hər bir Excel kitabı, yəni Excel faylı vərəqlərdən ibarətdir. Burada plus düyməsi üzərində mouse'un sol düyməsini vuraraq vərəqlər yarada bilərsiniz və hər bir vərəq sütunlardan və sətirlərdən ibarətdir. Sütunlar latin əlifbasının 26 hərfi ilə, sətirlər isə rəqəmlərlə işarə olunub və burada bir də xana anlayışı var. Belə ki, hər bir sütun və hər bir sətir müəyyən bir hissədə kəsişir. Kəsişdiyi elementə xana deyirik. Burada bu gördüyünüz xana yuxarıda baxırıq görürük G sütunu ilə və sol tərəfdə baxırıq görürük ki 9 nömrəli sətirlə kəsişib. Demək ki, bu xananın adı G9 xanasıdır. Yəni xanaları adlandırarkən sütun və sətri ardıcıl deyirik. Məsələn, kursoru qoyuram bu xananın üzərinə və yuxarıda baxırıq görürük N yazılıb, solda da baxırıq görürük ki 4 yazılıb. Yəni demək ki, bu N4 xanasıdır. Və ya bura qoyub görürük ki, bu Q'dır, bu isə 16-dır. Demək ki, bu Q16 xanasıdır. Excel proqramında Namebox adlı bir panel var ki, hər hansı bir xanaya qoyan zaman həmin xananın ünvanını zaten burada sizə göstərəcəkdir. Lakin praktiki çalışmalarda bəzən bu Namebox hissəsi görsənmir. Ona görə xanaların adlarını bilmək vacibdir ki, yəni siz cədvəl quranda, yəni biz ilk növbədə cədvəli analiz edəcəyik və burada baxacağıq ki, birinci və sonuncu xanalar hansılardır və ona uyğun quracağıq. Çalışmamıza başlamamışdan öncə ilk növbədə bu hissədə mouse'un sol düyməsini vuraq və bütün vərəqi seçək. Burada yazının şriftini Times New Roman, ölçüsünü isə 14 təyin edək və daha sonra cədvəlimizi analiz edək. Cədvəlimizdə birinci xana məhsullar yazılan xanadır, sonuncu xana isə 1741 rəqəminin yazıldığı xanadır. Burada ilk və sonuncu xanaların adlarını bilmək lazımdır. Görürük ki, bu məhsullar yazılan xana üzərində A, sol tərəfində 1 yazılıb. Demək ki, bu A1 xanasıdır. Sonuncu xananın üzərində görürük ki, E yazılıb, sol tərəfində 8 yazılıb. Demək ki, bu E8 xanasıdır. Yəni, nə edirik? A1 xanasından E8 xanasına doğru seçirik və daha sonra Home lent tabında, yəni qanun lent tabında burada Borders, Granitsa adlı əmr var. Buraya daxil olub, buradan All Borders, yəni Vse Granitsa əmrini seçirik və nəticədə seçdiyimiz xanalara sərhəd xətti, çərçivə xətti vermiş oluruq ki, nəticədə bu cədvəl kimi görsənir. Və görürük ki, deməli burada qeyd olunub Font Times New Roman'dır. Bunu zaten çalışma əvvəldə etdik. Standart ölçü 14 punktdur və cədvəlin başlığında isə ölçü 20 punktdur. Və eyni zamanda cədvəlin başlığında məlumatlara baxırıq. Burada deməli xana rəngi qəhvəyi rəngdir, yazının rəngi ağdır və yazılar bir qədər qalın formada yazılıb və xananın mərkəzində yazılıb. Bunun üçün qayıdırıq Excel proqramına, başlığı seçirik. Yəni A1-dən E1-ə kimi olan xanaları seçirik və daha sonra burada ölçünü 20 edirik. Yəni formatları veririk əvvəlcədən ki, yazanda rahat olsun. Qalın, yəni bold, jırni əmrini icra edirik və buradan həm üfüqi orta, həm də şaquli orta seçimlərini edirik ki, yəni burada yazacağımız yazı xananın düz ortasında yazılsın. Daha sonra xana rəngini dəyişmək üçün buradan daxil olub qəhvəyi rəngi seçirik, yazının rəngini isə ağ rəng edirik. Bu formatları yazdıqdan sonra gəlin davam edək və bu məlumatları yazaq. Klaviaturadan Shift və M düymələrini basıram ki, böyük hərflə yazım, məhsullar sözünü yazıram və klaviaturadan Tab düyməsini icra edirəm və digər xanaya keçmək üçün yəni özündən sonraki xanaya və ya klaviaturadan sağ ox düyməsini basaraq da digər xanaya keçə bilərsiniz. Yəni Tab düyməsi kapsul düyməsinin üstündədir, sağ ox düyməsi isə bu düymədir və burada yazıram sayı, qiyməti, yəni sağ ox məbləği, sağ ox, yəni həm Tab düyməsini basaraq, həm də sağ ox düyməsini basaraq, yəni sağa doğru hərəkət edə bilərsiniz. Yəni təsdiqləyib, yəni hərəkət edirsiniz. Dollarla yazıram və klaviaturadan Enter düyməsini vururam təsdiqləmək üçün və A və B sütunlar arasında mouse'un sol düyməsini 2 dəfə vururam. Nəticədə sütun yazıya uyğun olaraq böyüyür. Burada da
BC arasında 2 dəfə vururam ki, biraz say sözünə uyğunlaşsın. 2 dəfə burada da vururam, burada da 2 dəfə, burada da 2 dəfə. Yəni yazdığınız yazılar xananın ölçüsünü keçəndə bu formada sütunları böyüdə bilərsiniz. Və burada əvvəlcədən bu hissəni seçək. Burada fikir verin, yazılar qalındır və mailli formada yazılıb. Yəni bunun üçün bold və italik əmrlərindən istifadə edirik. Yəni jırni kursiv əmrlərindən və daha sonra başlayırıq burada yazmağa. Çanta, qolbaq, daha sonra sayıları yazaq. 8, klaviaturadan enter düyməsini vururuq, aşağı doğru düşür. Yəni təsdiqləyir və aşağı doğru hərəkət edir. 12 yazıram, enter. 23, enter. 6, enter. 29, enter. Eyni zamanda qeyd edeyim, yəni siz bunu həm enter düyməsi ilə, həm də aşağı ox düyməsi basaraq da edə bilərsiniz. Qiymətləri də yazaq. 40, enter. 15, enter. 65, 35, 90, 10. Bunları yazdıqdan sonra fikir verirsiniz, bu yazılar ortadadır, seçirəm. Daha sonra bu hissədə, tam ekranı açım, yəni bu hissədə üfüqi orta və şaqlı orta hər ikisini seçirəm ki, mərkəzdə olsun. Qiymətləri də seçirəm. Burada görürsünüz, vergüldən sonra kəsr hissə var, yəni bunlar 0-0 şəklindədir. Mərtəbələrin sayını artırmaq üçün increase decimal əmri var. Bunun üzərində olan sol düyməsini 2 dəfə vururuq ki, 2 dəfə yəni vergüldən sonra mərtəbələrin sayını etsin və daha sonra valyuta formatı vermək istəyirsinizsə, buradan Azərbaycan manatını seçirsiniz. Ola bilsin ki, siz öz kompüterinizdə daxil olsanız, burada manat görməsəz, ən sonuncu əmrə daxil olursunuz. Bu accounting formats və symbol hissəsindən, yəni görürsünüz, burada digər ölkələrin də valyutaları var, yəni siyahıda olmayan və ya siyahıda olan. Yəni buradan Azərbaycan latını seçərək manat formatını verə bilərsiniz. Məbləği olan hissə hesablamadır, yəni bu şəkildə də qeyd olunub, görürsünüz. Burada yazılıb ki, düstur ilə hesablamaq lazımdır bu hissəni, həmçinin digər hissəni də və həmçinin aşağıda. Və burada biz bunu hesablayaq. Bildiyiniz kimi, biz hər hansı bir məhsulu satırıqsa, məsələn, müəyyən bir say var və bunu müəyyən bir qiymətə satırıq. Təbii ki, biz burada vurma əməlindən istifadə edəcəyik. Yəni, məbləği tapmaq üçün sayı qiymətə vurmaq lazımdır. Yəni, sayı vurulsun qiyməti. Enter düyməsini vururuq və nəticədə hesablayırıq. Gəlin, digər xanalarda da hesablama yerinə yetirək. Sayı yazılan xananı seçək, daha sonra 15 yazılan xananı seçək və hesablayaq. Bərabər 12. Vurma işarəsini yazmaq üçün klaviaturadan Shift və 8 düyməsini basmaq lazımdır. Ya da klaviaturanın sağında ulduz işarəsi varsa, yəni birbaşa o düyməni də basa bilərsiniz. Enter düyməsini vurursunuz və hesablayırıq. Bunları hesabladıqdan sonra aldığımız məbləğləri dollara çevirməliyik. 1 dollar 1 manat 70 qəpiyə bərabərdir və manatdan dollara keçmək üçün təbii ki, manatı kurs qiymətinə bölməliyəm. Çünki manatdan dollara keçiriksə və dollar manatdan daha dəyərli valyuta olduğu üçün təbii ki, keçikdə dolların rəqəmi bir qədər kiçilməlidir. Təbii ki, bu da vurma əməlidir. Deməli, 320 manatı seçirik, bölünsün yazırıq. Klaviaturadan Shift və Enter düyməsinin üzərindəki düyməni, yəni Shift və Enter düyməsinin üzərindəki düyməni bassanız bir yerdə, təbii ki, yazı dili Azərbaycan dilidirsə, yəni bu formada bu bölmə işarəsini yaza bilərsiniz. Ya da ki, klaviaturanın sağında ayrıca drop düyməsi varsa, yəni icra edə bilərsiniz. Əgər burada yazı dili sizdə ingilis dilidirsə, onda bu fərqli formada icra olunacaq. Yəni siz bu düymədən istifadə edəcəksiniz. Yəni təbii ki, dili dəyişməmək üçün, yəni zaten məlumatları mən burada Azərbaycan dilində yazıram. Ona görə Shift düyməsi ilə bir yerdə bu düyməni bassanız bölmə işarəsi yazılır bu formada və yazırıq 1,70 və Enter düyməsini vururuq, nəticədə hesablanılır. Bir önəmli qeydi də edim ki, burada kəsr formatına fikir verin. Ola bilər bəzi kompüterlarda bu nöqtə ilə olur, bəzi kompüterlarda bu vergül olur. Mənim də hal-hazırda istifadə elədiyim kompüterdə bu vergüldür. Bu da təbii ki, regional formatla əlaqəli bir məsələdir. Yəni, regional format Azərbaycan olanda kəsr vergül olur. Ona görə, məsələn, siz tutaq ki, burada yəni sıfırların sayını artıranda görsəz ki, mərtəbələrin belə deyək də, mərtəbələrin sayını artırarkən görsəz ki, yəni kəsr işarəsi sizdə nöqtə iləndir. Siz yəni 1,70 yazacaqsınız. Əgər vergüllə olduğunu görsəz 1,70 yazacaqsınız. Bölünsün. Yəni təbii ki, məndə vergülləndir, mən vergül yazıram. Yəni mən götürüb 1,70 yazsam və Enter düyməsini vursam, təbii ki, bunu qəbul etməyəcək. Ona görə vergüllə yazıram. Enter düyməsini vururam, bu formada hesablayıram və digər xanaları da eyni qaydada bu formada hesablayaq.
Hesabladıktan sonra bu xanaları seçirik və seçərkən mütləq yəni ağ plus, yəni xananın üzərinə gələndə ağ plus işarəsi göstərir. Yəni bu işarə ilə seçmək lazımdır. Yəni bəzi istifadəçilər gəlir belə bir şey edir. Yəni bununla olmaz. Yəni məsələn seçdikdə belə etsəniz təbii ki seçməyəcək. Ona görə ağ plusla seçin xanaları və daha sonra buradan valyuta formatını dəyişək. Amerika dolları seçək. Uyğun olsun. İndi burada bir məsələ var. Yəni biz burada 6 dənə məhsul qeyd eləmişik və burada hər bir məhsulun məbləğini belə deyək 6 dəfə, yəni gəldik burada say və qiymətləri seçib bir-birinə vurduq. Həmçinin manatdan dolları keçərkən 6 dəfə bu düstur yazılır. Bu da yorucudur. Yəni məsələn burada 2000 dənə məhsul olsa, yəni hər bir məhsul üçün ayrı-ayrı da yəni hesablamaq çox yorucu olacaq. Ona görə bunun rahat yolunu sizə demək istəyirəm. Seçib silirəm və bir daha göstərirəm. Siz burada bir dəfə yazacaqsınız düsturu. Məsələn bərabər yazdınız, 8 yazılan xananı seçdiniz. Daha sonra klaviaturadan Shift 8 yəni ulduz düyməsini vurursunuz və 40 yazılan xananı seçirəm və Enter düyməsini vururam. Bunu hesablayır. Daha sonra bu xananı seçirəm. Seçdikdən sonra, yəni təbii ki seçdikdən sonra mouse'u buraxmaq lazımdır və sağ aşağı küncə gəlmək lazımdır. Burada mouse'u sol düyməsini basıb saxlasarız. Yəni bu plus doldurma markeridir. Bu doldurma markeri ilə yuxarıda yazın düsturu aşağıya köçürərək doldura bilərsiniz. Gördüyünüz kimi siz 8-i 40-a vurduqda Excel proqramı başa düşür ki 15-15-ə vuracaqsınız, 12-ni 65-ə, 23-35-ə, 6-nı 90-a, 29-u 10-a vuracaqsınız. Təbii ki bunun da səbəbi var. Nisbi xana, mütləq xana, qarşı xana mövzusu var Excel proqramında. Yəni yazdığımız düsturlarda iştirak edən xanalar nisbi xana olduğu üçün bunları vurduqda qarşı-qarşıya vurur. Və yenə bərabər yazırıq. Burada məbləği seçirik, bölünsün. 1,70 yazıram. Amma əslində qalsa burada %70 yazmaya da ehtiyac yoxdur. Yəni 1,7 də yaza bilərsiniz. Zaten ixtisar getdikdə eyni rəqəm olur. Yəni o sıfır yazmaya ehtiyac yoxdur. Enter düyməsini vururuq və yenidən bu xananı seçib doldurma markeri ilə həmin düsturu aşağıya doğru doldururuq və eyni hesablamalar digər xanalarda da icra olunur. Şəkildə görürük ki, burada bu hissədə görürsünüz bu sütun xətti qırılıb. Demək ki, burada xanaların birləşdirilməsi baş verib. Yəni burada 1, 2, 3, yəni 3 dənə xana birləşdirilib. Yəni biz seçirik 3 dənə xananı və burada merge and center, yəni abidinit əmri var rus dilində. Yəni bu əmri icra eləsəz bu xanaları birləşdirəcək və burada qalın edirik yazını. Bunu yığışdıraq, bu mailli deyil. Bayaq məhsulları seçəndə bütöv seçmişdik. Yəni tam seçmək əslində qalsa lazım deyildi. Yəni biz A2-dən A7-yə doğru seçməliydik. Əslində qalsa biraz artıq seçmişdik. Ona görə bu formatlar burada aktiv qalmışdı. Buradakı yazı zaten qalın olmalıdır, tən ortada olmalıdır və caps lock düyməsini basıb yazmamışdan öncə ilk növbədə xana rəngi də verək. Xana rəngi bütün yaşıl olsun. Yazının rəngi də burada ağ rəngdir. Bu ağ rəng üzərinə olan sol düyməsini bir də vururam və caps lock düyməsi yanılı vəziyyətdə cəmi sözünü yazıram. Və burada bunları cəm deyirsə, demək ki, burada toplam əməlini söhbət gedir. Yəni burada hər bir məhsulun məbləğləri ayrı-ayrı qeyd olunur. Mən istəyirəm ki, bunları cəmləyim. Bərabər yazıram. Bu xana üstəgəl, bu xana üstəgəl. Üstəgəl işarəsini yazmaq üçün qeyd edeyim ki, klaviaturadan Shift və bərabər düymələrini də birgə icra edə bilərsiniz. Yəni hər dəfə bu xanaları seçib plus düyməsini basırsınız və sonuncu xananı seçdikdən sonra daha plus yazmırsınız və klaviaturadan Enter düyməsini vursanız bu xanaları nə edəcək? Cəmləyəcək. Amma təbii ki, bu xanaları bir-bir seçib cəmləmək də biraz yorucudur. Düzdür, bunu etsəniz cavabı sizə düzgün formada verəcək, amma vaxt yəni aparır. Yəni həm də bu xanaları seçərkən biz səhvən hansısa bir xananı seçməyə bilərik. Yəni fikrimizdən qaça da bilər. Bunun daha rahat yolunu istəyirəm öyrədim. Deməli, toplama əməli üçün alternativ bir funksiya var Excel proqramında. O da summarize funksiyasıdır. Qısa yazışı sumdır, yəni bərabər. İngiliscə səsləniş sum olsa da yazış olaraq sumdur. Sum yazırsınız və bu funksiyanın əks olunduğu, yəni göy rəngli olan sətr üzərində mouse'u sol düyməsini 2 dəfə vurursunuz. Bu funksiya açılır. Daha sonra bu xanaları seçirsiniz. Mütləq seçərkən ağ plusdan seçin. Yəni ağ plus xananın üzərinə gətirdikdə görsənir. Yəni kənarlara gətirdikdə burada qara plus görsənəcək. Enter düyməsini vurursunuz və nəticədə bunu cəmləyir. Gəlin burada da bir daha eləyək ki, yadımızdan çıxmasın. Sum yazırıq. Üzərində olan sol düyməsini 2 dəfə vururuq və bu xanaları seçirik. Klaviaturadan Enter düyməsini vururuq və nəticədə bunlar hesablanılır və ən sonunda bu xanaları seçib bunların yazı formasında bol jırni edirik ki, qalın formada əks olunsun. Görürsünüz burada DS xətası baş verir. Bu xətanın da mənası nədir? Yəni bu məlumat buraya sığışmır. Demək ki, buranı bir qədər böyütmək lazımdır. Yəni buradakı məlumat sığışmadığına görə və bu D sütununda yazıldığına görə D sütunundan sonra gələn E sütunu arasında, yəni D ilə E sütunu arasında
kursoru gətiririk və bu plus işarəsi göstərdikdən sonra mahsus sol düyməsini 2 daha vurursunuz və nəticədə məlumata uyğun sütun böyüyür və nəticədə diyez xətası yoxa çıxır. Bu formada növbəti video dərslərdə də Exceldə bu cür praktiki çalışmaların izahını verəcəm. Bu cür videoların davamı üçün like etməyi və kanala abunə olmağı unutmayın. Dostlarınızla paylaşın ki, onlar da bizim video dərslərdən faydalana bilsinlər. Hələlik sağ olun.